Francisco'da. Babu Francisco'da. Ay Allah, ne olur mən bunu da tələfsəm gələ. Ay, Meri, necəsən? Oradan xeyir, pomidor qabaq olacaq da yiyəm. Salam, salam, sağ olun, necəsiniz? Ay bacı, elə danışırsan, bu qədər işləyirsən. Yox, kitabı arvadın pişirəcək. Arvadın elə bir gedəcək, orada pişirəcək, narahat olma. Hə, sən arvadın daha yaxşı kitab pişirir. Umuda kələbsə, o nə yazmışdı? İş görəndə qızıl deyil xanım, bujuteriyadır taxtıqlarım. İnşallah Allah qızılın qismət eləsin, heç çıxartmaram. Niyə çıxardıram ki? Qızıl elə mənim kimi qadına yaraşır. Nə yazmışdı? Yazmışdı ki, bu Gülxan hə kitab pişir. Evdə arvadın kitab pişirmir səni. Sizinkilər aristokratdır. Sizinkilər kitab zat pişirmir. Kitab pişirən qadının nəyin təhqir edirsiniz, hələ də mənə çatmır. Menoş, getmə, uduçqa gətir də. Allah, xoş gəldin. Bu nədir? Saçımın arkasına vurmağa qırmızı uduçqa. Şeyin qabağında termon. Salam çəkirəm. Salam, necəsən? Yaxşı, siz necəsiniz? Gülay yo adım var, müəllim. Bunlar gününə qidalanıb gəlirlər. Çox sağ olun, heç fikir vermədim. Təbii ki, fikir vermədim. Amma bəzən onların cavabını vermək lazımdır da. Kitabı kim bişirir? Cadən də öz aləmində bu bomba sözdür də. Bir işinlə məşğul ol. Çok sağ olun. Sağ olun. Hə. Ancaq niyə cıldır taxırsınız? Çünki olanım budur, deyim. Tez-tez, ümumiyyətlə mən bujteriya sevmirəm. Məcburam da taxmağa. Neyim, başqa bujteriyalı ala bilmirəm. Sevda ilə da danışmıram ki, gələndə bujteriyalarından götürüm. Qaçsan görürəm, canlıda iş görürsən. Ay bacı, mən bəziləri kimi canlıya oynamıram, qurban olum. Mən işimi görürəm. Açıb sizlə sadəcə söhbət edirəm. Heç dəhlisi var. Və neyim, evimdə umuqsum yoxdur ki, iş görsün. Allah, verdiğiniz suallar məni məndən alır. Qabliyonu niyə almırsan? İmkanım yoxdur, ona görə hələ ala bilmirəm. Olsun, imkanım alacağım. Mən o vaxt meyvə yığdıranda qabliyonun için düşünüb yığdırmamışdım. Amma indi alası olsam 2 qat ziyana düşmüş oluram. Şkafı çıxartdırmış oluram. Bu istoriyadır mənim üçün. Təmizlik videolar gəlsin. İstəmirəm, deyim, xoşlamıram. Mən belə pis çıxmasın, ərimə bir qulluq elədiyim 69 milyon, 70 milyon baxış yığmışdı. 3 milyonda bəyənisi var idi o videonun. Bütün dünya paylaşırdı onu. Neymirəm? Ne oldu ki? Ne oldu mənə? Bunları yoğurmuşlar da iskəndərləri. Bilib bilmədən bəxtəvərçiliyi yağdırırlar. Sağ olun, necəsiniz? Dodağı şişirtməmişəm, permanent elətdirmişəm. Təşəkkürlər. Qaşımı da elətdirdim. Güzel necə oldu? Axır ki getdim də. Buranaq bir şeytan ayağını qırdım. Ay qız, iyi şey olar. Sürəyə qız, sütür. Gözlüyün ilkən qablarını işığa keçirəm. Ay, bana dəstəçan dəsmal ver, bura sərim. Qızışmışam, tez ol, meydan qızışır. Çok sağ olun. Ay qız, mən Röfşanə, 1 nömrəli permanent ustası. Onu da içini eləyəsin. Röfşanə bacı. Misli tayı bərabəri olmayan Röfşanəyə elətdirmişəm. Permanent Röfşanə yazın. Mən 3 il bundan qabaq dodaq rəngimi də ona elətdirmişdim. Yenə də getdim ona elətdirdim. Qaşımı amma başqa adama elətdirmişdim. Çox peşman idim. Çox tünd eləmişdi. Bir ton açdıq, bir dənə sadəcə ucularını doldurdum qaşımı. Çünki salam demək salam. Etiyə ürəyim. Mənə biraz endirim elədi də, mamanın qaşın zadında elədi, sağlam ol.
Ona görə hə, incitmir. Yox, niyə incitmir? Mən kimi 3-4 dənə narkoz görmüş adama təsir eləməzsə, yox. Qorxma. Nəticə sonda düşündüyün kimi olacaqsa qorxma, valla. Ümumiyyətlə, xanımlar, Azərbaycan qadınları çirkin deyil, heç bir vaxt. Sadəcə bəzilərimiz baxımsızdır da. Çalışın o baxımsızlığı da aradan qaldırın. İnanın Allah, heç bir qadından nə əsik, nə də artıq deyilsiniz. Könlünüzdən, ürəyinizdən necə keçirsə elə də yaşayın. Amma düzgün yaşayın. Hə, qəşəng yaşayın. Gəlin görün. Moderator, heç kimi səssiz eləmə. Söylüyə oxşursan, təşəkkür edirəm. Çox sağ ol. Gör. Plazada oturur, bəli. Hayda, plazanın adı yadımdan çıxdı. Ayna, plazanın adı neydi? His. Bir indi plazanın adını deyəcəm sizə. Təşəkkürlər. Hə, dodağımı elətdirdim, hə. Yox, qoy bir də, yox, biz sən harada, neşvə ilə üzbəyiz. Neşvə ilə üzbəyiz, yox, o deyil. 3-4 tərifli plazadır. Qızlar, dedim də, neşvə ilə üzbəyiz plazanın 3-cü mərtəbəsində, ilkdən çıxanda solda, miri yoxdur, yəqin birazdandan gələr. Təşəkkürlər, sən nə bilirsən ki, mən pulla elətdirirəm? Atlas deyil, yox, ürək. Sən nə bildin, pulu sayanda yanımdaydım. Mən heç bir prosedurlarına pul vermirəm, heç bir proseduruma. Mən o boyda burun əməliyyatı olmuşam, estetik olmuşam, heç birinə 1 manat pul verməmişəm. Özünüz söyə-söyə məşhur eləmişsiniz, biz də sağ olsun. Çağırırlar bizi. Mən burada nə göstərirəm, 4200 mənim nəyimə baxır. Siz də bizi qabağa aparın. Hər söyüşünüz bizi qabağa aparır. Deyin ki, yalan deyirsən. Yox, ürəyim, nəşvə ilə üzbəyiz. Hə, bacı, deyin ki, yalan deyirsən. Valla. Yox, mən ömür boyu heç kimin dalıcı planlılardır. Ümumiyyətlə, kimliyindən asılı olmayaraq. Mən heç kimin haqqında yayın açıb, mənim kimləsə problemim varsa, o insanın özünə direkt zəy vurub sözümü deyirəm. Qorxmuram ki, kiminsə yanında yığma, yaxşı yığma məni. Allah yığma məni. Təşəkkürlər. Yaxşı edirəm, əcəb edirəm. Neyimə lazımdır? Durun ana. Niyə həndən ötürü ölmüşəm, onsuz deyil. Amin, çox sağ olun həyatım, cavab vermə. Baş üstə. Sən deyirsənsə gözüm üstə vermərəm. Amma bir dənə dərin boşqat verərdim, bunları yığardım. Tam buradan çıxan rəngə bax, sıx sarı. Dərmandır məndə bunlar. Ay Allah, Qurana and olsun deyirəm. Təsəvvür eləyirsiniz də, yəni bu əziyyət çəkib restoranlarda qabyolanlar var. Bir zamanlar məndə yumuşam, çox yumuşam. Allah'a and olsun, mən onlara indi haqq verdim də. Yəni kimin anası səhərə qədər restoranlarda, kafelərdə, nə bilim, harada olur olsun da qab yursa, siz o valideynə çox hörmət edin. Bura mənim evimdir də, düzdür, mən 3 dənə qab yudum, həm başım gicələndi. Olmaz! Ay qız, bunlar neynədilər? Yəni bizi kimi sizin də aranızda yumurta yuvan var. Olmaz, mana qurban, olmaz. Mən sabah əməliyyatda gedəcəm. Hə, nə biləm. Baş üstə. Ay qızlar, yuxarıdan nə yaxşı sözlər yazırsınız mənə, gözümsüz, bebeğimsiz, salam, sağ ol, sən necəsən ürəyim? Xarab olur, yumayın. Yox, xaladenka qoyacam. Az almışam, biz mağaza yumurtasını az istifadə edirik. Uşaqlarıma mən kəndi yumurtası verirəm, Şamaxıdan alacam. Sabah rayondayım qızlar. Sabah əməliyyatdan çıxıb qaçıram rayona.
Əməliyyat demək olmaz, belə də sizin dilinizi. Bir de ona bu. Təşəkkürlər. Ya verin. Bugün mamama axarmışdım, həkimə ürəyində aparatın vaxtı idi. 5 ildən bir daşı dəyişilməlidir, hələ qabaqda 7 ili var. Çox sağ olun. Mama, ürəyim sıxıldı ki, dayana bilmirəm, əslində orada qab da qutardı. Dayana bilmədim. Necəsən, çox sağ olun, siz necəsiz? Ay qız, permanenti təzə elətdirdim də. Necə olub? Qaşımı da uclarını doldurdum. Sabahda qızlar, gələn həftədə saçımı uzun yığdırım, qaçım. Bir həftə buradan qaçım, bacınızı görməyin. Söz vermişəm, canlı zad açıb eləməyəcəm, xahiş edirəm. Meri, mənə narahat eləmə. Girmirsən. Kosmetologum və Meri estetik. Bığımın üstünə düşən ləkə ilə də bağlı, çox sağ olun. Hə, valla, getdim də, iğnə aldım, vurdurdum. 7 gün, bir həftə davam eləyəcək. Çox sağ olun. Saçınızın rəngi nə rəng olub, bilmirəm ki, şabalıdır deyəsən. Az nə gündədir? Günlü evdə qalacaqsan? Yox, Rəyim, çox sağ olun. Salam, əleykümə salam, çox sağ olun. Üst dodağınız balaca olub. Qızlar, bu permanenti şişib. İndi gələn kimi atiklavrindir, nədir ondan atdım. Ləkə getdi. O ləkə həmən getməz ki. O ləkə tam qışda gedəcək. Nə qədər ki, yay var, heç vaxt getməyəcək. Çox səhv elədim, qızlar. SPF-siz çölə çıxdım. Çox səhv elədim. O qədər peşmanam. Nədir? Nə? Duz. Sağ olun Aynurə xanım. Yedim tutardım, bunun qapağanı. Kapağı. Bunu hardan almışam? 6 il bundan öncə İsmailurdan almışdım. Ay qız o qədər sərindir. Kutaba gedirəm, geyinirəm. Lamiyə xoş gəldin. Bu günlər Lamiyə Collection-dan qızlar özüm üçün çox gözəl bir dənə dəstə almışam, bir dənə çanta almışam. Yemək yeyim sizə göstərəcəm indi. Bunu da nəzərinizə çatdırım ki, Lamiyə xanımda o qədər gözəl seçilmiş möhtəşəm paltarlar var ki, hər birini Türkiyədən bir-bir sizin üçün gətirir. Düzdür, mən Türkiyəyə getsəm də, valla gedib oradan heçini alıb istəmirəm. Siz onları hardan tapıb gətirirsiniz, mənim maraqlıdır. Bəlkə də mən getdiyim yerdə yoxdur da. Qızıldır, xeyr, bujteriyadır, əl çək bacı, qızıl yoxdur üstümdə. Hamısı bujteriya. Təşəkkürlər, var ol. Kipriklərimi kimə yığdırmışam? Təbii ki, mənim nömrə 1 ustam Aytənimə. Mama, bir də qaşımı göstər. Mamanın da qaşını işlədi. Bax, mamanın qaşına. Qızın şöyle. Xalqın ustası. Mən buradayam. Əcəb eləyirsən. Həmişə ol burada. Xalqın ustası xoş gəldi. Meri bilir axı 5000 adamın qabağında dayana bilməz. 5000-in tıklaması Miriyə bəsdir. Ay Miri, niyə gözləyirsən canlı düşsün? Ülvi çox sağ ol. Təşəkkür edirəm Ülvi. Allah ömür versin. Amin. Allah bütün analara ömür versin. Dünyadan köçənlərin məkanı cənnət olsun. Əleyküm salam. Çox sağ olun. Kosmetologum kimdir? Vemer estetik. Bu göstərim bir də tam dodağımı. Qızlar, hələ şişdi. Rəngi necədir? Çox qəşəngdir, bayıldım. Hələ şişdi. Hə, şişdədir. Gözlər yenə qızarıb. Ürəyim, mən həmişə kipriyi ledlə yığdırıram. Bu səfər yatdım, getdim, ledlə yığdırmamışam, kleylə yığdırmışam. Kipriyim söz yox, ipəkdir. Amma mən o qədər həssasam, allergiyam var deyə gözümün içi qızardı. Hə, valla. Özümdən asılı deyil də. PK bilmirəm, olacaq olmayacaq. Miri oturub pıstan kimi buradan güdür ki, Nərminin canlısı azalsın. Led çox gözəldir. Ledi 1 ay 20 gün saxladım. Ay mama, gəl də. Mama, su verəcəkəm.
Köçəlmirsən bu vaxt. Məqsəd köçəlməkdir. Ona görə bu vaxtı yeyirəm. Bayaqları qoçətdə oturmuşduq. Allah var eləsin. Normal yemək yedik uşaqlarla. Qızlar, Rövşanənin reklama ehtiyacı yoxdur. Özünüz soruşursunuz, deyirəm, permanent Rövşanə yazın gələcək. Mavi tıkı da var Instagramda. Düşmə dedim yeyirsən. Ana kaldı. Hə? Qaşım. Yox, qaşımın buralığına heç nə eləməmişəm. Bir də uzlarını doldurmuşam. Yerin bir kan Təşəkkürlər. Hə? Kartof qızarmış, üstünə də yumurta. Sabah yeyə bilməyəcəm, axı dişimə implant əkdirəcəm və mən yazıq dörəm. Kimə yığdırdın özünü? Mən nə bilim, bir ustaya, bir həkimə, sağ olsunlar.